Salam olsun Azərbaycanın qeyrətli və mərd insanlarına, analara, bacılara, qeyrətli qardaşlara, gözəl insanlar. Anamızın adı nə idi? Xanım da anamızın adı. Demək, ayağı 3 aydır ki bu vəziyyətdədir. Həkim bunu bu günə qoyub. Hal-hazırda ayağı əməliyyata getməlidir, implant qoyulmalıdır. Sizlərdən xahişimiz var. Canlı yayıma daxil olun, videonu izləyirsənsə. Gücün nəyə çatır? Bu Ramazan ayında 1 manat, 3 manat, 5 manat bizi öldürməz. Anaya bir dənə köməkli eləyəyin. 1200 manat əməliyyatı tutur, bir 100 manat da artıq yığarıq. Buyur ana, müraciət elə. Salam olsun Azərbaycan xalqıma. Sizdən çox xahiş edirəm. Mən 3 ay bundan qabaq başlayıram ki, yəni 3 ay bundan qabaq təmizlik eləyəndə səsim gəlir. Stoldan elə bir ki, düşdüm, yəni qıçımı sındırdım, yəni 3 yerdən sındırdım. Getdim, düşdüm Sumqayıtın travmatologiyasına. Yəni 3 aydır ki, bu vəziyyət yaşanır. Yəni nə yeriməyim var, nə yəni inkişafı var. Yəni təmiz elə bir ki, keçib bu hissəmə, yəni sümüklərimə. Ayağımı yerə basa bilmirəm. Sizdən xahişim budur, qurban sizə. Yəni 2 dəfə mən özüm bacardığım qədər müalicəmi almışam. Amma bu 3-cü səfərki müalicəm yəni mənə artıq əl vermir. Çünki mənim heç kəsim yoxdur. Sizdən kömək istəyirəm. Xahiş edirəm sizdən. Ey mənim Azərbaycan oğullarım, mərd qadınlarım. Sizlərdən bir dənə xahişim var ki, bu səfərlərin mənə siz dəstək olasınız. Qurban olaram sizə, başınıza dönüm. Başqa nə deyim? Başqa heç nə. Bir dənə də anamızın, yəni, vurmadın. Anamızın bir nənəsidir, bir özüdür. Xahiş edirəm, dəstək olaraq heç kimsəsi yoxdur. Gəlin biz bu ailəyə həm ana olaraq, bacı, qardaş olaraq xahiş edirəm.